vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Almaniyadan Azərbaycanın şəxsiyyətinə salam. Sizinlə danışan Hacı Hüseyndir. Hörmətli izləyicilər, bugünkü videomu və Video Motivin bütün proqramını Biləsuvar rayonuna, Azərbaycanımızın gözəl dilbər güşəsi olan Biləsuvar rayonuna, xülasə first level, yəni ən üst təbəqədə Bəydili kənd sakinləri və yaxud da ki, Bəydili kənd Ağsaqqallar Şurasının sədri və yaxud da ki, Muxtarlar Şurasının sədri, bir sözlə başı papaqlı kişilər. Biləsuvardan Bəydiliyə kimi. Fərq eləməz. Bildiyiniz kimi, hörmətli Biləsuvar əhalimiz, xalqımız, xüsusən də Bəydili kənd. Köklənək Bəydili kəndindən. Sizin kənddə bir sakin var. Murad Qasımov. Və bunlar dırnaqarası şəhid ailəsidir. Çünki böyük bir iyrənclik baş verdi. İyrəncliyin məsələsi o idi ki, bax bu. Mən artıq, yəni bir neçə günə yaxındır ki, Əli Rəhimovla videonun paylanmaması ilə bağlı danışıqlar aparıram. Gözlə, lazım deyil paylaşma müəyyən məsələlər. Aqressiv və emosional məsələlərin nəticəsi bax bu oldu. Azərbaycan tarixində bir ilk. Birinci ilki bu ailə atdı. Yəni Azərbaycan tarixində heç bir şəhid qəbrinin üstünə kamera qoyulmamışdı. Nəinki şəhid qəbrinin, heç ölünün belə, heç bir, yəni adi bir vəfat etmiş bir insanın belə qəbrinə heç bir şəxs kamera qoymamışdı. Bu rüsvaylığı, bu rəzilliyi Qasımovlar ailəsi, Biləsuvar rayon Bəydili kənd sakinləri yol verdilər və ən ağır preqment bir element mərhumlarının məzarına şəxs və digər şəxslərin təşkilatı ilə mundarlandı. Heç bir şey deyə bilmərəm. Çünki mən bunu belə qəbul edirəm. Azərbaycanda niqodn ailələr var. Övladı hərbi xidmətdə olmayan ailələr var. Həm ailə gözəl ailədir, həm övlad gözəl övladdır. Amma bu günlər bax beləsinə şəhid ailələrdir var. Nə şəhidinə hörmət qoyurlar, nə də şəxsiyyətinə hörmət qoyurlar. Hörmətli Biləsuvar cəmaatı. Biləsuvarda, yəni 2020 Vətən müharibəsində ən çox şəhid vermiş region olaraq Biləsuvar və Cəlilabad siyahıya başçılıq eləyir. Və çıxıb bu günləri sən Murad xalqa ayağa qaldırmaq istəyirdin ki, şəhid ailəsi söyülüb. Yəni o xalqda savadlı kütlə var, düşüncəli insanlar var. Ən azından şəhid ailəsi çıxıb sənə deyər ki, ay Murad, niyə görə bizim şəhidimizdə yox, sənin şəhidin söyülür. Yəni bu günləri öz maraqlarınıza həm xalqı qatırsınız, həm dövləti qatırsınız. Əziz Biləsuvarlılar, mən Almaniyada yaşayan bir Azərbaycanlılar kimi utanıram. Çünki o Biləsuvarda mübarizin ailəsi yaşayır. Çünki o Biləsuvarda şəhid Rəşadın ailəsi yaşayır, şəhid Azərin ailəsi yaşayır və s. Tutanmaz. Mənim neçə hərbi yoldaşlarım olub. Biz Biləsuvarları belə bambıllarla tanımamışıq. Biz Biləsuvarları belə tıvarlarla tanımamışıq. Mən Bəydili kənd cəmaatından əlaqə saxladım. Məsələnin adətinə maraqlandım. Və mən hətta Biləsuvar rayon polis idarəsinin rəisi ilə də əlaqə saxladım. Dedi, qardaş, bunlar şüvəndilər. Bunun bir dənə şüvən anası var. Kimsə bunlara barmaq elədi, oturduracaqlar anasının qabağında, gedəcəklər şöbəyə. Özü də bilirsiniz ki, son vaxtlar və son zamanlar bəzi müxalif qüvvələr, bəzi hissiyatlı insanlar şəhid ailələrin mənəvi dəyərlərinə istifadə edib bu dövlətə qarşı bir sıra tədbirlər keçirdirlər, başqa hərəkətlər etdirirlər. Dedi, qardaş, biz qorxuruq bunlardan. Və həqiqətən çox qorxulur. Çünki sabahları deyəcəklər ki, şəhid ailəsi ilə polis qaldı üz-üzə. Amma məsələnin reallığını bilməyəcək. Çünki ilk öncə xahiş edirəm, qanun hər kəs üçün qanun olmalıdır. Muradın anası neçə dəfədir TikTok canlı yayınında ağzına gələn söyüş söyür millətə. Mən indi söyüş söymirəm, istəyirəm ki 7-də 77 amma məni izləsin Biləsuvar cəmaatı. Amma anası ağzına gələn bütün küçə söyüşlərini söyür. Mən Azərbaycan vətəndaşı kimi olaraq deyirəm. Dövrünün və bugünün canlı şəhidiyəm. Ölsəydim mənə şəhid deyəcəksiniz, amma bugün sağam. Okey, mən canlı şəhidəm. Mən o qadını şəhidinə hörmət etməyən şəhid ailəsi kimi tanıyıram. Çünki yenə sağ olaq. Getdi, qardaşımın qəbrini sənə təmizlətdirdik, bir dənə də üstünə kamera qoydurtdurduq. İndi ikinci bir cəhdimiz var ki, bu Rusiya-Ukrayna müharibəsində itkin düşmüş qardaşımın, daha doğrusu dəhşət tapılıb, morqda qalan qardaşımın bəlkə meydini də gətirdin Azərbaycana. Çox əxlaqsız insansan, çox şəxsiyyətsiz, heysiyatsız insansan. Yəni Murad Qasımov, bir onu bilirəm ki, yəni Bəydili kəndində sənə hörmət qoyan yoxdur. Sizin ailəlicə atan nadir olsun, yəni sizin ailəviz olsun, sümüyünüz və kökünüz olsun, o qədər hörmətsiz və şəxsiyyətsizdir ki, bugünə qədər Biləsuvardan bir adam belə mənə zəng eləməyib. Mənim Biləsuvarda hərbiçi yoldaşlarım var, mənim Biləsuvarda sistemdə işlədiyim vaxtda tanış dostlarım var və bugünkü gündə mənim Biləsuvarda atamı tanıyan, atamın həcc yoldaşları olan əmilər, dayılar, ağsaqqallar var. Yəni, biri bir dəfə
Zəng eləməyib bax. Biri bir dəfə zəng eləməyib. Biz bar fahişəsini TikTokda alçaldanda 2 gündən sonra, 3 gündən sonra 5 dənə yerdən zəng gəlir. Bar fahişəsinin hörməti bu cür şəhid ailəsinin hörmətindən qat-qat üstün imiş. Azərbaycanda mən şəhid ailələri tanıyıram ki, şəhidinə çox gözəl dəyər verir. Şəhidinin yasını saxlayır və şəhidinin hörmətini saxlayır. Sən şəhid ailəsi ola bilərsən. Üzr istəyirəm ifadəmə görə. Estağfurullah Rəbbə və tövbə ilahinə üzən billah. Sən peyğəmbər ailəsi də ola bilərsən. Əsas odur. Sahib olduğun statusu qorumalısan. Yəni ilk leveldə insan olmağı bacarmalısan. Sən insan olmağı mütləq bacarmalısan. Biləşvar cəmaatı, utanırıq. Sizin yerinizdə biz utanırıq. Çünki bu dümbələyin balası 2 dəqiqədən bir Biləşvarın fəxri Biləşvar, mən Biləşvar. Özü də insanlara da elə minnətlə deyir, haramız olsun, mən belə eləmişəm, mən belə yardım, mən belə. Kim sənə deyib? Kim səni məcbur edib? Kim sənə baş və silah deyib ki, get filan kəsə 200 minlik yardım yığıcına? Kim sənə məcbur edib? Get filan kəsə 50 min. Kim sən axı sən? Hansı ixtisasın sahibisən? Hansı işin sahibisən? Kim sənə səlahiyyət verir? Hansı təşkilata vergi ödəyirsən? Nəsən sən? Hansı xeyriyyə şöbəsində və yaxud da ki, yardım kampaniyalarında, fondlarda qeydiyyatdasan? Hansı reyestrlarda adın gedir? Hə? Bu günləri xüsusi poçerklə qeyd eləmək istəyirəm ki, Biləşvar rayon qeydiyyatında Bəydili kənd qəbristanlığı qeydiyyatında məzarı mundarlandırılmış yeganə şəhid ailəsi olaraq Azərbaycan tarixinə adlarını qızıl hərflə yazdırdı Qasımovlar ailəsi. Ar olsun sizə. Əziz Biləşvarlılar, Biləşvarlının qeyrətli, əqidəli kişi xeylağına məhsub olan həm əzəli, həm düşüncəsi, həm əqidəsi, həm də danışığı kişi intizamına cavab verən kişilər. Bəli, məlumat deyən Murad oturub evin içində dəndiriyi kimi həyətdə oturub platkanın maşında gizgizanıb. O şimdi özünü təlxəyə kimi aparır. Yəni yaşına hörmət eləməyən bir əxlaqsız, şərəfsizin biridir. And olsun o Allahın birliyinə bir dənə Bəydili kəndindən bir adam bizə onun xahişini eləməyib. O pişi Biləşvar Azərbaycan xalqına qaldırmaq istəyirdin. Halbuki o pişi Biləşvar şəhid ailələrindən biri bizə zəng eləməyib. Biri bizə zəng eləməyib. Ən azından mənə zəng eləmək problemi bir şey deyil. Biləşvar əhli. Oğrulara səslənmək istəyirdin. Sədət Pəkara ayağa qaldırırdın. Bilmirəm, o Pablo Escobar'ı qəbirdən dirildirdin. Nə divizyonalar edirdin, amma nəsə özdə var yox söyüşü söymüşdün. Nəslə cəbət söyüşü söymüşdün ki, mən 2 gün Azərbaycana qaldırıram. Bu artıq 10 günə yaxınlaşmış. Onu demək istəyirəm ki, Murad, Azərbaycan tarixində sənin arvadın qədər heç kimin arvadı söyülməmişdi. Şəhid ailəsi. Azərbaycan tarixində sənin anan qədər heç kimin anası söyülməmişdi. Şəhid ailəsi. Azərbaycan tarixində sənin atavın qriyyəti qədər heç kimin qriyyəti söyülməmişdi. Sənə söyülmüşdü. Şəhid ailəsi. Azərbaycan tarixində düzgün qaydada beynəlxalq dərəcəli Mecdinarodnu International Pacerssən. Bir adamı okeanın o tərəfindən də söysünlər, okeanın bu tərəfindən də söysünlər. Yoxdur belə bir şey. Sənin boynuğun saxlama yaddaşı çox güclü bir terabayta çatır. Və Azərbaycan tarixində ən böyük biabırçılıq oldu şəhidinə hörmət etməyən ailə. Biləşvar rayon Bəydili kənd sakini Qasımovlar ailəsi. Bu biabırçılıqdır. Ar olsun sizə, şəhidinin üstünə iş etdirən, şəhidini söydürən və arvadını, anasını onun bunun altına qabağa verib söyüş altı edən. Murad, bizim Almaniyada qalmağımız, bizim Amerikada qalmağımız sənin üçün əl çatmaz demək deyil. Almaniyada neçə 100 min Azərbaycanlı yaşayır. Mənim qaldığım şəhərdə 50 minə yaxın Azərbaycanlı yaşayır. Yəqin ki, hərəkətimizdə səhv olsaydı, bizimlə əlaqə yaradardılar. Amerikada neçə 100 min Azərbaycanlı yaşayır. Əlinin olduğu Boston, Amerikada ən çox Azərbaycanlı olan şəhər Boston şəhəridir. Bir normallə maraq eləsəz, görəcəksiniz neçə 100 min Bostonda Azərbaycanlılar yaşayır. Səhvimiz olsaydı bizlə əlaqə çıxardılar. Çünki şəhid mənəvi dəyərlər başqa bir şeydir. Sənin qardaşın Kəlbəzər döyüşlərində aşpaz olub, artilleriya hücumu zamanı düşən qəlpədən ona dəyib və həlak olub, ölümündən sonra ona dövlət tərəfindən şəhid verirlər. Ancaq siz Qasımovlar ailəsi şəhidimizdən bixəbərlər, şəhidimizi rasxoda verənlər, şəhidimizin adından istifadə edib götlərin və boyunlarını yoğulmadan varsınız. Ar olsun sizə, o şəhid vüqarın haqqı haram olsun sizə, Bəydili kənd cəmaatı, bəy sizdə bir bəy ruhu görürəm mən. Bu əxlaqsızların lazım olsa qardaşının qəbrinin üstünə şişiblər,
Lazım olsa elə bunun başına da işin ki, sənin kimi şərəfsizə görə həm bəydilik, həm də biləsi var. Bugün mövzuda. Əziz biləsvarlılar, tarixdə belə bir şey olmamışdı. 10 dəqiqəlik söhbət elədim. Vallahi başa düşənə 100 illik söhbətdir. Səlamət. Allaha əmanət. Ən gözəl əmanətçi olun. Qasımovlar, Biləsuvarın tarixinə adınızı qızıl hərflərlə yazdınız. Prosto Biləsuvarda da yüngül bir boşluq var ki, Biləsuvar o şərait yaratdı ki, siz Biləsuvar tarixinə bu cür vəziyyətlə keçdiniz. İnşallah digər rayonlarımızda Biləsuvarda baş verən bu mənzərə baş verməz. Bu da bir boşluğun nümunəsi idi. Ağır olsun sənə Murad. Özün bildin də. Səlamət.